Dostlar, ya mən cahiləm, ya da ki, yeni texnologiyadır. Evimdə bir dənə alət var, qaz sobası var. Qaz deyil də, peç var da, belə deyim də. Amma qazla işləmir, elektriklə işləyir. Amma maraqlısı ondadır ki, gəlin göstərim. Dostlar, baxın, adı Whirlpool'dur. Baxın, əlimi vururam bura, soyuqdur. Amma bura fikir versəniz, işığı da söndürürüm. Burada görünmür. Bax, ışığı yandıranda görsəniz, orada qırmızı şeyler gedir, kabellər gedir. Amma baxın, soyuqdur. Burada da su var, görürsünüz, qaynamır. Buradan dağılan biyaqları xodunu çox vermişdim, qaynayıb töküldü. Amma buxarlanmır. Bu amma saniyələr içində 30-40 saniyə sonra başladı qaynamağa. İnternetdə maraqlandım. Bunu qızdıran bu sobanın üstü deyil. Bunun yaydığı elektromaqnit sahəsidir ki, o dəmirin içindəki suya birbaşa təsir edir. Bu mikrovalnovka kimi şeydir də. Eyni təsirdir çox güman ki və suyu qaynadır. Yəni ilk dəfə belə şey görürdüm mən açıq. Çünki əlimi vururam soyuqda, amma görürəm ki, bəs qızmır da, yoxlamaq istəyirəm. İlk dəfə də istifadə edirəm. Qazanı qoyan kimi bir də gördüm ki, başladı qaynamağa, ağıcıq eləməyə. Baxdım ki, görüm necə işləyir. İnternetdə baxdım, çox maraqlı idi. Siz də belə şey görmüsünüzsə, evinizdə varsa təbrik edirəm. İmkanlı zəngin sayıla bilərsiniz.